Cruises.az-ın dəyərli dostları, müştəriləri, MSC Orkestra gəmisi 6-cı mərtəbə və Savanna bar. Deməli, həmən teatr zalının çıxışında yerləşən bu barda istər günorta saatlarında, istər axşam saatlarında kifayət qədər gözəl əyləncələr keçirilir. Bu bar kifayət qədər böyükdür və müxtəlif tədbirlərin keçirilməsi üçün də əlverişlidir. Deməli, bar bölümü ümumi bir barlarda olan içki növləri ilə əlaqədar söhbət spirtli içkilərdən gedir. Bir məlumatınız olsun deyə bəlkə də bu şəkil nələr var? Visiop'dan Martel var, Hennessy var, Blum var, absolut araqları var, cinlər, toniklər, sonra viskilər. Bunlar əlbəttə ki, əlavə ödənişləndir. Eləcə də cappuccino, americano və s. kimi spirtsiz içkilər. Burada ümumi məsələn qiymətləri ilə əlaqədar əgər içki paketi almamışıqsa qiymətləri nələr olar? Qiymətlərini buradan görə bilərsiniz. Məlumat xarakterli bunları sizə bildirim. Ayrıca eynidirmi? Eynidir. Baxdınız. Belə bir maraqlı bir zaldır və burada da qarşı tərəfdə səhnəni görürsünüz. Bu səhnədə də canlı musiqi ifa olunur. Savanna bar, 6-cı mərtəbə MSC Orkestra gəmisi. Deməli, həmən buradan üst hissədə buradan çıxar. Üst mərtəbə kazinodur. Və bu barın bitimində hemen qarşı-qarşıya teatr zalı yer alır və bu teatrın da 2 mərtəbədən ibarət olduğunu diqqətinizə çatdırmaq istəyirəm. 2 mərtəbəli və toplam tutum sayı da 1200 nəfərə yaxındır. Baxın, belə bir gözəl bir dizaynlı teatr. İşıqlandırmaları möhtəşəm. Bəzən belə burada bu böyük ekranda insanların xoş vaxt keçirməkləri üçün müxtəlif tədbirlər, göstərilər olur. Bir də bir səhnədən 2 mərtəbəli bir teatr zalıdır. MSC Orkestra gəmisi və belə bir 2 mərtəbə möhtəşəm bir zal. Həm aşağıda, həm yuxarıda oturulub. Bu səsləndirmə mərkəzidir, DJ kabindir. Və bu şəkildə gözəl dizayn edilmiş bir teatrda hər axşam əyləncə, şou, proqram, müxtəlif janrlarda sizin xidmətinizdədir. Əmin olun ki, uzun bir vaxtdır getmədiyiniz bir əyləncəyə şahid olursunuz və kruz səyahətiniz biraz daha mənalı, biraz daha dəyərli hala gəlir. Və bunun üçün də gəmilərdə kifayət qədər yüksək sayıda olan personal, həm texniki heyət, həm otel hissəsi, yəni əyləncə, qidalanma, təmizlik və s. bütün bu insanlar xidmətinizdədir ki, siz həqiqətən unudulmaz bir səyahət həyata keçirəsiniz. Və doğru seçim üçün mütləq bizə müraciət edin. Bir çox gəmidə, 30-a yaxın gəmi saya bilərəm. Özümüzün iştirakı, həyata keçirdiyimiz səfərlər, o gəmilərin hansılarda xidmətin, qidalanmanın, yaxınlaşmanın necə olduğunu bilirik.
Bunun dışında çox rahat bir şəkildə müraciət edə bilərsiniz və doğru seçimi həyata keçirə bilərsiniz. Bax belə.